Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bu gözəl, ləzzətli bişmişin adı yemənidir və sözün əsl mənasında yeyib dadından doymursan. Mayalı xəmirdə olan qaydayla ilk öncə apara hazırlayıram. Miqdarları ekranda göstərilib. Hazır aparanı qoyuram isti yerə ki, mayalansın. Apara ilə hazırlanan mayalı xəmir ona görə sərf eləyir. Biz bilirik ki, bu xəmirdə bir problem olmayacaq. Maya təzədir. Una duz və şəkər əlavə edib qarışdırıram. Sonra bura yumurta, ilıq su əlavə edib, bax bu cür qarışdırıram və artıq aktivləşmiş aparanı da əlavə edirəm və çox gözəl, yumuşaq xəmir yoğururam. Və fikir verin ki, xəmir üçün nəzərə alınan suyu dərhal əlavə etmirəm. Və ən axırda bitki yağını əlavə edirəm və başlayıram xəmiri yaxşıca yoğurmağa. Ümumiyyətlə, mayalı xəmir hazırlayanda yağ ən axırda əlavə olunmalıdır. Xəmirin üstün örtürəm, qoyuram isti yerə, gözləyirəm ki, mayalansın. Yeməni üçün nəzərə alınan göyərtiləri təmizləmişəm, yummuşam, dəsmala bükmüşəm ki, təmiz suyu süzülsün. Və bu qaydada çox xırda olmadan doğrayıram. Yeməni adlı sanlı Çudapeçka kampanyanın çox məşhur bir bişmişi idi. Video diqqətlə baxandan sonra fikir verəcəksiniz ki, yeməni kaloriyalı bişmiş hesab olunmur. Deyək ki, kutabın bir növü. Xəmir mayalanıb və mən bir dəfə xəmiri öfkəliyirəm. Bütün havasını çıxardıram, gözləyirəm ki, ikinci dəfə gəlsin. Xəmir gələnə qədər mən akroşka hazırlayacağım. Ne üçün? Ona görə ki, yeməni ya ayranla, ya doğu ilə, ya da hazırladığım akroşka ilə yeyirlər. Mənim əzizlərim, akroşkanı da Çudapeçkada hazırlanan akroşkanı hazırlayıram. Xiyarı törkadan keçirdirəm. Şüyüd yuyulub, xırda doğranıb, duz əlavə olunur və bax bu cürlə yumurta çırpanla yaxşıca açıram və suyu aramla əlavə edib yaxşıca hamısını qarışdırıram. İnanınız ki, çox möhtəşəm bir akroşka alınır. Hazır akroşkanı qrafinə doldurub qoyuram soyuducuya. Buna ovduq da demək olar, amma hazırladığım akroşka ovduqdan bir balaca qatıdır. Mayalı xəmir ümumiyyətlə 3 dəfə öfkələnməlidir. Bu artıq ikinci dəfədir və mən bu xəmiri kündələrə böləndən sonra, kündəliyəndən sonra bu üçüncü dəfə hesab olunur. Yemənini hazırlayanda kündəsi 60 qram olmalıdır. Və mən bu cürlə xəmiri bölürəm, tərəzi yolu ilə kündələrimi 60 qramdan vuracam. Çəkilmiş xəmirləri təzdən kündəliyirəm, üstün örtürəm və düz 10 dəqiqə buraxıram ki, yenə də az da olsa mayalansınlar. Xəmiri kündələrə böləndə əlimdə 40 qramlıq kündə qalıb və mən indi o 40 qramı bu 15 kündənin arasında bölüşdürəcəm. Bax, gördüyünüz kimi. Ümumiyyətlə, mayalı xəmirlə işləyəndə çox səliqəli, təcrübəli işləyin və əgər sizin əlinizdə xəmir qalırsa, eynən mən elədiyim kimi siz də elə edin. Kündələr dincələnə qədər
İçli üçün nəzərə alınan göyərtiyə duz, istiot əlavə edib qarışdırıram, qoyuram bir kənara. Kündələri nəlbəki boydana açıram. Videolarıma kim baxıbsa, həmişə görürlər ki, mən kündələri bu boyda açıram. Onda yaymaq çox rahat olur. Yarı yayılmış yaymaları uzunsov yayıram. Baxın, görün, bax bu boyda. İstehsalatda işlədiyimə görə, təcrübəm olduğuma görə mayalı xəmirlə işləmək necə rahatdırsa, mən sizə videonu çəkəndə çalışıram həmin məsləhətləri verəm. Əlimin altındakı xəmir mayalıdır və mən hansı tərəfə yayıramsa, xəmir mənim sözümə baxır. Ona görə ki, xəmir qalıb, dincəlib və maya tam işləyibdir canına. Uzunsov yayılan yaymanı bax bu cürünə düzəliş edirəm. 50 qram içlikdən qoyuram və bax bu cürünə bunu vururam. Ona görə də Azərbaycanca bu bişmişin adı yeməni idi. Rus dilində buna zavituşki deyirlər. Çox rahat hazırlanan bir bişmişdir. Çox gözəl göyərtiləri var. Təsvir edin ki, türşəngdir, dağ keşnişidir, nanədir. Çox ləzzətlidir. Və türşəng demişkən, əgər siz yemənini hazırlamaq istəyən vaxtda türşəng satışda olmasa, siz doğranmış göyərtiyə duz, istiot əlavə edəndə sumaq da əlavə edə bilərsiniz. Şərtidir ki, yeməni içliyi turşməzə olmalıdır. 500 qram undan 15 ədəd yeməni alındı. Əgər siz istəyirsiniz ki, çox alınsın, onda 1 kilo unun xəmirin yoğurun. Onun üçün də nə etməlisiniz? Yazılan resepti 2 dəfə artırmalısınız. Bir yumurta bütöv, yumurtanın sarısı, bitki yağından üzlük hazırlayıram. Yemənləri bax bu cür gözəl yumurtalayıram və sobada 200 dərəcədə fan rejimində yeməni bişəcək. Əgər hiss eləsəz ki, içli nəmlidir, onda 50 qramı götürəndə bir balaca sıxın. İçlik nəmli olsa, bax bu cürünə yeməni heç vaxt alınmayacaq. Buna baxın, kukla kimidir. Hər bir şirniyyatın, hər bir bişmişin özünə məxsus dadı var. Yeməninin dadını deməklə mən sizə çatdıra bilmərəm. Onun üçün siz nə edirsiniz? Video diqqətlə baxırsınız, yemənini hazırlayırsınız və qəşəngcənə nuş edirsiniz. Siz bunun gözəlliyinə baxın və hələ də yanında o cürünə akroşka, bəh. Bilirsiniz bu nə deməkdir? Bu deməkdir ki, bu həyatdır. Kim ki qorxur bulka yeməyə, deyir şirindir, kaloriyalıdır, bu yeməniyə aid deyil. Bu da yeməninin iç görünüşü. Bu gözəlliyə baxın. Yumuşaq pambıq kimi. Daha ətirli içliyini necə sizə deyim ki, təsvir edəsiniz. Çox dadlıdır. Sizlərə uğurlar. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.